Salam, hörmətli sosial yardıma ehtiyacı olan və sosial yardım üçün pulsuz qeydiyyatdan keçmək istəyən vətəndaşlar. Mən hüquqşünaslar Seyidzadə bugünkü videoda məlumat verəcəm ki, sosial yardım üçün pulsuz qeydiyyatdan keçmək üçün nə etmək lazımdır? Eyni zamanda hörmətli izləyicilər, qeyd edin ki, mən hüquqşünaslar Seyidzadə hər həftənin 6-cı günü saat 10-dan 1-ə qədər sosial yardım üçün müraciət etməyə vətəndaşlara kömək edən, yəni qəbul keçirirəm. Hörmətli izləyicilər. Amma əvvəlcədən indi mən şərtləri keçəcəm, hansı şərtlər uyğun olmalısınız ki, yəni müraciət edəsiniz, pulsuz sosial yardım üçün qeydiyyatdan keçəsiniz, sizə kömək edəcəyəm. O şərtləri diqqətlə baxın. Amma onu qeyd edin ki, əvvəlcədən, hörmətli izləyicilər, videonun bir hissəsini mən YouTube kanalı short bölməsində qoyuram, insanlar oradan baxır, aydın olmur. Aydın olmasın, həmin qeydə mən videonun adını yazan və altında da yazan tam video YouTube'da. Gelin oradan baxın. Eyni zamanda TikTok profilində qoyuram. Yəni TikTok səhifəmdə qoyan, oradan gəlin baxın. Hörmətli izləyicilər. Yəni YouTube kanalı TikTok səhifəmin profilində var. Ona görə ki, TikTokda mən videonun büyük qismini qoyuram. Tam qoymuram ona görə. Hörmətli izləyicilər. Amma indi keçən mövzuda ki, nə etmək lazım ki, pulsuz sosial yardım üçün qeydiyyata keçə bilirsiniz. Amma xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbəri olsun. Hörmətli izləyicilər. Yəni keçdiyim mövzuya. Ki, sosial yardım üçün qeydiyyatdan keçmək üçün nə etmək lazımdır? Birinci onu qeyd edin ki, mən hüquqşünaslar Seyidzadə ərvi arabasında olduğuma görə bu kampaniyalar üstünlüyü verəcək ərvi olan şəxslərin ailə üzvlərinə, yəni sosial yardım üçün qeydiyyatdan keçməyə. İkinci növbədə üstünlüyü verəcək, yəni daha ağır vəziyyətdə olan şəxslərə, hörmətli izləyicilər. Və üçüncü ən əsas şərtlərdən biri, siz sosial yardım almaq üçün şərtlərə uyğun gəlməlisiniz. O şərtlər hansıdır olaraq qeyd edin, diqqətlə baxın. Birinci, tələbəyə işləməyə bilər. Birinci qrup ərvə işləməyə bilər. İkinci qrup ərvə işləməyə bilər. Himayəsində 8 yaşına qədər olan uşaqlar, yəni valideynlər işləməyə bilər. Kimin himayəsində 8 yaşına qədər uşaq varsa, hörmətli izləyicilər, nəzərə alın. Digər şərtləri də qeyd edirəm. Diqqətlə baxın. Birinci qrupaya qulluq edən şəxs işləməyə bilər. Eyni zamanda pensioner işləməyə bilər. Nəzərə alın, hörmətli izləyicilər. Kimin adına maşın varsa, həmin şəxsə sosial yardım verilməyəcək. Kimin adına motosiklet varsa, sosial yardım verilməyəcək. Və qeyd edən siyahı var ki, nə işləməyə bilər. Həmin siyahıya düşməyən şəxslərə sosial yardım verilməyəcək. Mütləq iş yeri olmalıdır. Eyni zamanda əgər boşanmışsınızsa, bu barədə amət olmalıdır. Eyni zamanda qeyd edin ki, qaldığınız evdə hər adam başı kommunal xidmətlər və rabitə xərcləri bir yerdə minimum ehtiyac meyarının 15%-ni soxula bilməz. Yəni ki, bu dəqiqə minimum ehtiyac meyarı 285 manatdır, onun 15%-ni soxula bilməz. Bu dəqiqə 42 manat 75 qəpik adam başı. Məsəl üçün 4 nəfər ailədə bu 151 manat. 151 manatdan söhbət gedir aylıqdan. Həmin qaz pulu, həmin su pulu, həmin işıq pulu artıq ola bilməz. Hörmətli izləyicilər, eyni zamanda telefon xərcləri. Bu da ora aiddir, nəzərə alın. Və qeyd edin ki, əgər özünün məşğulluq proqramına müraciət etmisinizsə, orada da 12 ay gözləməlisiniz. Və dediyim kimi, böyle işləyirsinizsə, 12 ay gözləməlisiniz. Pay torpağınız varsa, 6 ayın vergisini verməlisiniz. Nəzərə alın, hörmətli izləyəcəm, mütləq qeyd edirəm. Və digər şərtlər də var, onları qeyd edirəm. Məsəl üçün, hörmətli izləyəcəm, 4 nəfər ailədə minimum ehtiyac meyarı 285 manat olduğuna görə, yəni bir ailənin gəliri 1140 manatdan aşağı olmalıdır. Nəzərə alın, mütləq qeyd edirəm. Əgər boşanmışsınızsa, ərlə arvad eyni evdə qalırsa, mütləq qeyd edirəm. Buranın qaz sərvacı, su sərvacı, işıq sərvacı hamısı ayrıca olmalıdır. Nəzərə alın, hörmətli izləyicilər, mütləq qeyd edirəm. Bu ayrıca olmalıdır. Əks halda yəni verilməyəcək. Nəzərə alın. Kirayə qalırsınızsa, hörmətli izləyicilər, onu da qeyd edin, diqqətlə baxın. Dediyim kimi, əgər kirayə qalırsınızsa, hörmətli izləyicilər, mütləq qeyd edirəm. Yəni kirayə müqaviləsi olmalıdır. Göstərməlisiniz ki, nə qədər kirayə pulu verirsiniz. Yox, hansı bir qohumun, hansı bir yaxın adamın evində, dostunun evində qalırsınızsa, ona ehtiyac yoxdur, hörmətli izləyicilər. Necə?
Üzülür sayın, telefonda problem var. Hiç sessiz çekeyim. Və kirayə qaldığınız evdə çalışın ki, hörmətli izləyicilər, bəyən qeyd edildiyi kimi kommunal xidmətlər, yəni qaz, su, işıq, bunlar həmin 15% qalxmasın. Yəni minimum ehtiyac məyarının. Hörmətli izləyicilər, söhbət ondan gedir. Yəni bunu nəyə görə qeyd edirəm, hörmətli izləyicilər? Ona görə qeyd edirəm ki, bir də görürsünüz, ev yazısı kirayə evi verib 3-4 nəfərə, hamı bir sərvacdan istifadə edir. Və burada sərvacın xərclədiyi vəsait çoxalır, yəni qazı, sudur, işığı çoxalır. Normadan artıq olur. Ona görə sosial yardımdan imtina gələ bilər. Nəzərə alın, hörmətli izləyicilər. Əsas şərtlərdən biridir ki, kirayə tutduğunuz zaman və ya dost tanışın evində qaldığınız zaman elə bir evdə qalın ki, yəni kommunal xidmətlər minimum ehtiyac məyarının 15%-nin yuxarı qalxmasın. Yəni minimum ehtiyac məyarı bir daha xatırladıram. 285 manatdır. Onun 15%-nin yuxarı qalxmasın. Yəni 42 manat 75 qəpikdir. Hörmətli izləyicilər, nəzərə alın. Bir daha əsas şərtlərdən birini qeyd edirəm. Əgər adınızda maşın olubsa və yaxud etibarnamə olubsa, onu vərəqəyə məsələn 12 ay gözləməlisiniz. Həmin vərəqəyə düzü vaxtdan, həmin saxtığınız vaxtdan belə deyilir, 12 ay gözləməlisiniz, sonra müraciət etməlisiniz. Hörmətli izləyicilər, nəzərə alın, əsas şərtlərdən biri də budur. Mütləq qeyd edək. Əks halda verilməyəcək. Eyni zamanda onu qeyd edin ki, əgər evinizi dəyişmişsiniz, satmışsınızsa, başqa ev keçmişsinizsə, orada da 12 ay gözləməlisiniz. Hörmətli izləyicilər, bir daha şərtləri qeyd edin. Bir daha xatırladıram, sosial yardım üçün qeydiyyatdan keçmək üçün, yəni istəyirsiniz pulsuz qeydiyyatdan keçəsiniz, bir də bu şərtləri yazın şərh yerinə YouTube kanalında. Mən orada seçim edəcəyəm. Həmin seçimlə kim uyğun gəlsə, yəni ki, yazacağım ki, bu telefon nömrəsini əgər saxlayım. Cəmi 5 nəfər, hörmətli izləyicilər, nəzərəm, kömək edəcəm. Digər vətəndaşlarsa hər həftənin 6-cı günü saat 10-dan 1-yə qədər müraciət edə bilər qeydiyyatdan keçməsi üçün. Bir daha xatırladıram ki, normal vətəndaşlar üçün, yəni ki, kampaniya daxil olmayan vətəndaşlar üçün sosial yardım üçün müraciət etmək xidmət haqqı 30 manat təşkil edir. Hörmətli izləyicilər, bir daha qeyd edirəm ki, yəni tələbə işləməyə bilər. Hörmətli izləyicilər, birinci qrup əlivə işləməyə bilər, ikinci qrup əlivə işləməyə bilər, birinci qrup əlivə qulluq edən şəxslər işləməyə bilər, pensionerlər işləməyə bilər, 28 yaşına qədər uşaq olan valideynlər işləməyə bilər. Hörmətli izləyicilər, nəzərə alın, bunlar işləməyə bilər. Digər şəxslərin iş yeri olmalıdır, ya vərinə və hansısa şirkətdə işləməlidir və ya dövlət qurumunda işləməlidir. Qeyd edin ki, vərinə işləyən şəxslər, yəni ki, 12 ay gözləməlidir. Ondan sonra müraciət edə bilər. Pay torpağı olan şəxslərsə 6 ayın vergisini ödəməlidir. Ondan sonra müraciət edə bilər. Ətraflı məlumatın qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxlaya bilərsiniz. Bir daha xatırladım, əsas şərt ondan ibarətdir ki, mən videonun bir qismini YouTube kanalı şort bölməsində qoyan insanlar ki, oradan baxan aydın olmur. Ona görə, hörmətli izləyicilər, aydın olması üçün videonun adını yazan tam video YouTube'da yazan, oradan gelin baxın. Eyni zamanda videonun bir qismini TikTok səhifəndə qoyan, TikTok səhifəndə də profilində YouTube kanalı var. Oradan gelin baxın ki, aydın olsun. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər bu imtiyazlara aiddir. Mütləq qayda abunə olmalısınız. Həm də xahiş edirəm ki, mənim əziyyətim hələ getməsin deyə YouTube kanalına abunə olun və videonu bəyənin, hörmətli izləyicilər. Bəzi insanlar görə TikTok səhifəmə abunə ol, hər bir onda gücəşli kampaniyadan istifadə edə biləcək, yox, hörmətli izləyicilər. Yalnız YouTube kanalına abunə olan şəxslər. Bundan əvvəl qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün hüquqi məsləhətin verilməsi başqa mövzularda, hörmətli izləyicilər, 10 manat təşkil edir. Buyurun, müraciət edin. Amma sizdən xahiş edirəm ki, kimin nə sualı varsa, mütləq qədərdə WhatsApp-a səsini göndərsin. Başqa yerdə olan cavab verə bilməm, özüm dönüş edəcəyəm. Zəng gəlsiz götürə bilmirəm və yaxud WhatsApp-ı yığırsınız. WhatsApp-ı yığmayın, hörmətli izləyicilər. Səs atın. Bir də yazırsınız, yazmayın. Yazmağa da vaxt olmur, oxumağa, yəni yazını oxumağa. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qeyd edək. Diqqətinizi görə çox sağ olun. Dəstək üçün YouTube kanalına abunə olmağı unutmayın, hörmətli izləyicilər.
ve herkese teşekkür ederim tüm abone olsa. Sağ ol. Sağ ol.